Müğənni Dəniz Əsədova həbs edilib. Binəqədi rayon məhkəməsi bu barədə hökm çıxarıb. Dəniz Əsədova vəkil Asim Abbasovun xüsusi ittiham qaydasında şikayəti əsasında 7 ay azadlıqdan məhrum edilib. Dəniz Əsədovanın həbs edilməsi ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə şikayət edən vəkil Asim Abbasov bildirib ki, şikayət o və bir qrup şəxs tərəfindən olunub. Dəniz Əsədova mənim və bir neçə həkim və digər şəxslər barədə sosial şəbəkələrdə yalan məlumat yayıb bizə böhtan atırdı. Biz də onun barəsində məhkəməyə müraciət etdik. Bugün Binəqədi rayon məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə məhkəmə prosesi keçirildi. Şikayətimiz təmin edildi və onun barəsində 7 ay həbs qəti imkan qərarı seçildi. Dəniz Əsədova məhkəmə zalında həbs olundu. Xatırladaq ki, müğənni Dəniz Əsədova barəsində bu il martın 14-də də məhkəmə hökmü olub. Onun barəsində xüsusi ittiham qaydasında edilən şikayət əsasında hökm çıxarılıb. Məhkəmənin hökmü ilə həmin vaxt Dəniz Əsədovaya 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilmişdi.